təhlil etməyə çalışdıq. Siyasi mövzuları yekunlaşdıraq, keçək sosial mövzulara, hansı ki, sizdə maraqlandıracaq önəmli mövzulardan birini istəyirəm müzakirə edək. Bu ilin yanvar və fevral ayından etibarən həm minimum əmək haqqında, həm də pensiyalarda artım müşahidə biz etdik. 2025-ci il üçün nəzərdə tutulan bir addım da var. Yəni, bu nədir? Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması idi. Bunun üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə 3 aylıq müddət verilmişdi və o müddət bugün başa çatdı. İstərdim, ümumiyyətlə, o müavinətlər və təqaüdlərlə bağlı hansı təkliflər irəli sürülüb, nə vaxtdan bu qüvvəyə minəcək və bu təkliflərlə bağlı yeniliklər nələrdən ibarətdir? Canlı bağlantıda olan qonağımız var. Milli Məclisin üzvü Vüqar Bayramov həmsöhbətimiz olacaq. Salamlayıram sizi, Vüqar bəy. Salam, hər vaxtınız xeyir. Vüqar bəy, 3 aylıq bir müddət başa çatdı. Ancaq istəyirəm bu müddətlə bağlı, yəni nəyə görə verilmişdi? Müavinətlər və təqaüdlərlə bağlı bir təkliflər irəli sürülməli idi. Hansı müavinətlər və təqaüdlərdə artım olacaq? Yəni müəyyən qədər məlumat verə biləcəksinizmi bizə, yoxsa hələ ki bu bəlli deyilmi? Sizin də qeyd etdiyiniz kimi Cənab Prezident tərəfindən imzalanmış sərəncama əsasən Nazirlər Kabinetinə sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı 3 ay vaxt müəyyənləşdirilmişdi və ölkə başçısı tərəfindən sözgedən sərəncam 23 dekabr 2024-cü ildə imzalandı. Həmin sərəncama əsasən həm bütövlükdə sosial paketin icrasına başlanıldı. Bu həm minimum pensiya və minimum əmək haqqında artımlar, eyni zamanda bir sıra dövlət sektorunda çalışan vətəndaşlarımızın maaşlarında artımlar, eləcə də təbii ki, pensiyaların indeksləşdirilməsi ilə müşahidə olundu və tamamilə doğru qeyd edirsiniz ki, sosial paket yalnız əmək haqqı və pensiya artımlarını özündə etibar etmir. Sosial paket eyni zamanda sosial müavinətlər və təqaüdlərdəki artımı da reallaşdıracaq və xüsusən nəzərə alsaq ki, məhz Cənab Prezident tərəfindən müəyyənləşdirilmiş zaman martın 23-ü başa çatdı. Çünki dekabr 23-də dövlət başçısı tərəfindən həmin sənəd imzalanmışdı və Nazirlər Kabineti ötən 3 ay müddətində təkliflərin hazırlanması və dövlət başçısına təqdim edilməsini həyata keçirməli idi və güman olur ki, artıq bu reallaşıb, çünki müddət başa çatıb və sözsüz martın 23-ü qeyri-iş günü olduğuna görə gözlənilir ki, bütövlükdə paketlə bağlı və təkliflərlə bağlı daha detal məlumatlar yaxın zamanlarda elan olunacaq. Və bu kontekstdən sosial müavinətlər və təqaüdlərin artırılması təbii ki, reallaşacaq. İlkin gözlənti ondan ibarətdir ki, bu yarım milyondan artıq vətəndaşlarımıza əhatə edəcək. Bütövlükdə sosial paketin reallaşmasına əlavə olaraq 1,6 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, artıq təbii ki, vəsaitin bir qismi əhəmiyyətli hissəsi ayrılıb və bu istiqamətli işlər davam edir. Konkret sosial müavinətlərlə bağlı nəzərə alsaq ki, burada həm aylıq, həm də bir dəfəlik sosial müavinətlərin artırılmasından söhbət gedir. Eyni zamanda təqaüdlərlə də bağlı artımlar Cənab Prezident tərəfindən imzalanmış sənəddə öz əksini tapmışdı, həm də təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən təkliflərin hazırlanması müəyyənləşdirilmişdir. Ötən müddətdə sözsüz biz istər Milli Məclisdə həm komitə iclaslarında, həm plenar iclasda, beləcə də Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı hesabatın təqdimatı zamanında təkliflərimizi təqdim etmişik və bu təkliflərin bir qismi xüsusən də aylıq və bir dəfəlik sosial müavinətlərin artırılması ilə bağlıdır, o cümlədən təqaüdlərin artırılması ilə bağlı da təkliflərimiz təqdim olunub və Nazirlər Kabineti tərəfindən yeni təkliflər paketi təqdim olunduqdan sonra konkret olaraq hansı istiqamətli artımların olacağı və nə qədər olacağı bəlli olacaq. Gözlənilir ki, yaxın zamanlarda qüvvəyə minər, Vüqar bəy? Ümumiyyətlə gözlənilir ki, yaxın vaxtlarda, çünki müddət başa çatdığı üçün Nazirlər Kabineti tərəfindən paketin, yəni təkliflər paketinin detalları bəlli olacaq. Çünki təkliflər paketi Cənab Prezidentə təqdim olunub və dövlət başçısına təqdim olunduqdan sonra bildiyiniz kimi prosedur qaydalara uyğun olaraq məhz Cənab Prezident tərəfindən sərəncam və ya sərəncamlar imzalanır. Yəni həm sosial müavinətlərin, həm də təqaüdlərin artırması ilə bağlı
sənəd dövlət başçısı tərəfindən imzalanır və həmin sənəd imzalandıqdan sonra təbii ki, artıq biz sosial paketin növbəti mərhələsində müavinətlər və təqaüdlərin artırılmasını müşahidə edəcəyik. Həmin sənəddə sosial müavinətlər və təqaüdlərin hansı aydan, yəni hansı tarixdən artırılacağı da qeyd olunacaq. Çünki bildiyiniz kimi... Bir il içərisində mümkündürmü Vüqar bəy? Yəni, sənəd imzalandıqdan sonra konkret vaxtın bölüşmək mümkün olacaq. Çünki sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı sənəddə konkret olaraq hansı aydan və ya hansı tarixdən artımların həyata keçiriləcəyi aydınlaşacaq, qeyd olunacaq. Çünki bütövlükdə sərəncamın əsas istiqamətlərindən biri də sosial müavinətlər və təqaüdlərin nə zaman artırılması ilə bağlıdır. Çünki bir tərəfdən burada müavinətlər və təqaüdlərin hansı müavinətlər və təqaüdlərdə və hansı faiz, yəni nə qədər artımın olacağı aydınlaşacaq. Yəni artıq qeyd etdiyimiz kimi müddət başa çatıb, təkliflərin hazırlanması ilə bağlı bu o demək kəsilir. Bugün ilk iş günü olduğuna görə güman olur ki, bugün artıq həmin müddət başa çatdı. Amma bu müddətlə bağlı da bir fikir ayrılıqları var. Əslində vətəndaşlarımız arasında bir qarşılıqlıq da yaranmışdı. Nəzərə alsaq ki, minimum əmək haqqı yanvarda, pensiyalar da fevralda artdı. İndi bu müavinətlər, təqaüdlərlə bağlı 3 aylıq müddətin verilməsi belə bəzi vətəndaşlardan geri dönüşlərdən əsasən biz bu nəticəyə gələ bilirik ki, elə bildilər ki, ola bilsin 3 aydan sonra hansısa bir dəyişiklik olacaq, elə deyilmi? Yəni buna biraz aydınlıq gətirəmi Vüqar bəy, məsələnin belə olmadığı ilə bağlı? Yəni, ümumiyyətlə, təbii ki, qeyd etdiyiniz kimi sənəd imzalanan zaman hansı tarixdən artımların olacağı bəlli olacaq. Amma ümumiyyətlə, bildiyiniz kimi bəzi hallarda sənəd imzalanır, amma artımlar daha öncədən hesablanır. Və sözsüz hansı tarixdən artımların hesablanacağı yalnız Cənab Prezident tərəfindən sənəd imzalandıqdan sonra bəlli olacaq. Amma nəzərə alsaq ki, bəzi dövlət qurumlarında əmək haqqı artımları ilə bağlı sənəd imzalanandan əvvəlki tarixə artımlar reallaşdı. Eyni zamanda bildiyiniz kimi minimum əmək haqqı artıqdan sonra Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşlarımızın vəzifə maaşlarının artırılması ilə bağlı qərar verildi. Baxmayaraq ki, həmin qərar yanvar ayının ikinci yarısında imzalanmışdı. Amma buna rəğmən həmin artımlar yanvarın birindən hesablandı. O baxımdan təbii ki, bütövlükdə, yəni qanunvericilik baxımdan, eyni zamanda konstitusional hüquq baxımdan sənəd imzalanan zaman artımların nisbətən əvvəlki dövrü əhatə etməsi və ya əvvəlki dövrdən başlaması mümkün ola bilər. Amma təbii ki, konkret tarix nə zaman olacaq, bu yalnız sənəd imzalandıqdan sonra bəlli olacaq. Çünki yeni qeyd etmək istərdik ki, Cənab Prezident tərəfindən sərəncam verilən zaman, sənəd imzalanan zaman həmin sənəddə artıq artımların hansı aydan hesablanması qeyd olunacaq və Əmək və Sosial Müdafiəsi Nazirliyi tərəfindən də həmin artımlar qeyd olunan tarixdən hesablanmaqla ödəniləcək. Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən həm maliyyə digər institusional məsələlər həll olunacaq. Ona görə də sənəddə müəyyənləşdirilmiş tarixə uyğun olaraq artımların hesablanması və vətəndaşlarımıza artıq həmin tarixdən etibarən artırılmış sosial müavinətlər və təqaüdlərin ödənilməsi həyata keçiriləcək. Təşəkkür edirəm sizə Vüqar bəy, bizi aydınlatdığınız üçün bu məsələ ilə bağlı. Canlı bağlantıda Milli Məclisin üzvü Vüqar Bayramov idi, hansı ki ötən il 2024-cü ilin dekabrın 25-də Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə bir 3 aylıq müddət verildi. Hansı ki müavinətlər və bəzi təqaüdlərin dəyişdirilməsi və artırılması ilə bağlı təkliflərin verilməsi və bu təklifi verilməsi müddət artıq yekunlaşıb və artıq bugündən etibarən işlərə, proseslərə başlanılacaq və az öncə Vüqar bəyin də qeyd etdiyi kimi təkliflər dövlət başçısına göndəriləcək və müvafiq təbii ki prosesdən sonra qərar veriləcək ki, hansı müavinətlər nə qədər, neçə faiz və hansı tarixdən etibarən hesablansın deyə Vüqar bəy bunu bizə çatdırmağa çalışdı. Davam edək biz digər